Şirvanşahların asıllıq dövrü, Eldənizlərdən asılılıq dövrü, Hülakülərdən asıllıq dövrü, Teymurilərdən asılılıq dövrü. Bu maraqlı. Üçüncü Mənüsürün hakimiyyətdə olması. Eldənizdən asılı qəbul edən üçüncü Mənüsür deyil axı. Birinci Axıstandır. Bunu tullayaq görək. Birinci Axıstanın Slavyanlara qarşı gürcülərlə ittifaqda olması. Hə, olsun. Nəzərə alsaq ki, birinci Axıstan ən rahat şəkildə 1160-dan Eldənizdən başlayaraq 1186 belə deyək də, Qızıl Arslana qədər tutaq ki, bu adam sadiq qalıb və həmin o B variantındakı hadisə də 1175-ə uyğun gəlir. Ona görə də B-ni götürək. Birinci Abşeron dördüncü Davidin hücumlarına məruz qalması, o 1120-də heç bu aralığa düşmür. Bizə təxminən bu aralıq lazımdır. Heç Qızıl Arslandan asılığa qoyuram qırağa. Deməli, bir də B-ni götürək. Hülakülərdən asılı olduğu dövr. Hülakülərdən asılı olduğu dövrdə nə vaxt götürək? 1258-dən elə götürək. Bunda nə vaxta kimi aparaq? Lap aparaq tutaq ki, 1338-ə qədər tutaq ki, bu dövr aparaq təxminən. Tabe olduğu dövlətin hərbi yürüşlərində iştirak eləyib. Eləyib. Hülakülərlə bərabər Qızıl Orduya qarşı yürüşlərdə iştirak eləyib. Çünki Şirvanşahlar deyir, bir Hülaküləri qoşunla təmin edib, bir də Teymuriləri Qızıl Orduya qarşı. Anı götürək. 14-dən 30-cu ilə qədər daxili müstəqilliyə malik olmaması. Aha, burada hər şey haçalanacaq. Həqiqətən. Bayaqki testlərə görə, bəli, bayaqki testlərə görə bunu da götürək. Daxili müstəqilliyi itirib. Aha. Üçüncü Fərruzun hakimiyyətdə olması, bu da köhnə kitablara görə, var. Təzə kitabda məncə var bu 1225-1243. Bilmirəm, daha dəqiq. Heç nə köhnə də qabiliyyət təzə. Bunu çıxaq. 1B, 2AB irəliləyirik. Deyəsən cavab Bakıdır. Evet. Aha, cavab Bakıdır. Elə belə baxaq obrislərinə, Teymurilərdən də asılılıq dövrü. Aydın məsələ, bu Teymurilərdən nə vaxta qədər asılı olub? 1386-dan 1405-ə qədər asılı götürək də. Teymurun ölümünə qədər götürək. Lap sonra indi Xəlilullah da Şahruxdan falan onları hələ ki nəzərə almayaq. Birinci İbrahim Ankara döyüşü 1402 düşür. Şirvanşahların daxili müstəqil işi yoxdur. Huşəng bu ümumiyyətlə, Huşəng təbii ki 1382-də ölüb. Bu ümumiyyətlə düşmür. Elə düzgün yoldayıq. 13 Bakıdır. Sonra